bugün dünyada en çok korroziyaya uğrayan və defisit olan hüquqdur. Füyuzat meydana gələndə hələ nə BMT, nə də ondan əvvəlki Millətlər Liqası mövcud deyildi. 1918-ci ildə ali təhsilə qədəm qoyanlarımızın sayı cəmi 418 nəfər idi. Bugün təkcə bir universitetin məzunlarının sayı 5000-dən artıqdır. Avropada Norveçin yerində yaşamağa nə var ki? İsveçin yerində yaşamağa nə var ki? Səninsə regionun hər yerindən müharibə dalır. Dövlət, ordu, xalq birləşəndə biz qalib gəldik. Bizim haqq söykəncəyimiz olmasaydı, bu yükü yerdən qaldırmaq mümkün olmayacaqdı. Qələbəni davamlı eləyəcək qüvvə xalqdır. Saxta xəbərlər, saxta məzmunlardan, xüsusilə də qeyri-əxlaqi məzmunlardan özünü qorumaq imkanı asan deyil. Kiber vətənin, kiber məkanın sakini olmaq ayrıca bir hadisədir. Hərdən adam elə gəlir ki, Birləşmiş Ştatları Elon Musk idarə edir. Bu rəqəmsal bərabərsizlik sonra iqtisadi, sosial, mənəvi düşüncə sisteminin də bərabərsizliyini yaradacaq. Salam, Pərdə Arxası verilişindən salamlayıram. Bugün bizim qonağımız Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Millət Vəkili Zahid Orucdur. Zahid müəllim, xoş gəldiniz. Xoş gününüzə gələk. Zahid müəllim, füyuzat bəşəri dəyərlərlə milli kimliyin sintezini müdafiə edirdi və bugün İnsan Hüquqları Komitəsinin sədri kimi qlobal insan hüquqları standartları ilə milli mənəvi dəyərlərimizin toqquşduğu məqamlarda sizcə balans necə qorunmalıdır? Qanunvericilikdə milli insan hüquqları modeli anlayışı nə dərəcədə keçərlidir? Füyuzat meydana gələndə hələ nə BMT, nə də ondan əvvəlki Millətlər Liqası mövcud deyildi və hüquq sistemi faktiki yazılmamışdı. Son 110-120 il ərzində dəyişikliklər misilsizdir və bir qayda olaraq hüquq sistemi ictimai evolyusiyanın, dəyişikliklərin, qlobal proseslərin önündə getmir. Bir sıra hallarda bu onu tamamlayıcı rolda çıxış eləyir, sonradan onları yaratmağa çalışır. İndiki rəqəmsal və kommunikasiya inqilabı dövründə və 4-cü sənaye inqilabından sonraki yəni yeni texnoloji evolyusiyanın gətirdiyi şəraitdə qanunvericilik sistemi, hüquq qaydaları tam bu prosesi əhatə eləyə bilmir. Məsələn, siz sosial medianın və ya rəqəmsal dünyanın bir iştirakçısınız, sakinisiniz. Ancaq o sahədə bütün münasibətlər sistemi hüququn müddalarına gəlibmi? Xeyr. Sosial medianı siz media kimi sadəcə bir ictimai ünsiyyət platforması, üçüncülər təhsil sferası üçün əlçatanlıq, dördüncülər kommersiya, biznes sferası, altıncılar kəşfiyyat məqsədi, yedincilər ayrı niyyətlə istifadə edirlər. Ancaq bununla bərabər ona yenə də biz sosial media olaraq adını qoyuruq. Və bir qismində də bu kifayət qədər siyasiləşmiş bir məkandır. Belə olan təqdirdə füyuzatdan keçən dövr ərzində biz deyə bilərik ki, həqiqətən də milli informasiya məkanı, hüquq məkanı, siyasi məkan, bunun sərhəddi o qədər dəyişib ki, indi bu kiber vətənin, kiber məkanın sakini olmaq ayrıca bir hadisədir və bunu tənzimləmək də dövlət üçün, cəmiyyət üçün və fərdlər, vətəndaşlar, insanlar üçün yeni çağırışlar, tələblər yaradır. Əli bəy Hüseynzadə türkləşmək, islamlaşmaq, avropalaşmaq triadasını irəli sürərkən şərq və qərb mərkəzli iki fərqli hüquq və dövlət fəlsəfəsini uzlaşdırmağa çalışırdı. 21-ci əsrin qlobal xaosunda, hansı ki siz də toxundunuz, bu triada dövlətçilik və hüquq sistemimizdə özünü necə göstərir? Müasir Azərbaycan vətəndaşının hüquqi şüurunun formalaşmasında bu üç amildən hansı daha böyük rol oynayır? Tural bəy, siz daha da gənc yaşlarınızdan mediaya, qələm işinə, Azərbaycan ictimai fikir məkanına yaxın bir insan olmusunuz və prosesi, o keçirən dinamikanı nəinki izləmişsiniz, həm də onun iştirakçısı kimi bir sıra hallarda öz sferanızda yaradıcılarından biri kimi iştirak etmişsiniz. Həm media rəhbəri olaraq, sonra sosial tədqiqatlar mərkəzində çalışarkən, indi də elə yenə də bax bu həmsöhbət kimi biz bir məqamı yaxşı bilirik. Millətləşmə də, din də, çağdaş dünyanın, yəni qərb məkanının aparıcı nailiyyətlərindən istifadə etmək də ən sonda bir coğrafiyada, yerləşdiyin bir məkanda dövlət kimliyindən çox dərəcədə asılıdır. Əgər sən bunu formalaşdıra bilmirsənsə,
mütləq onun ətrafında deyilən o fenomenləri yaşamayacaqsan. Yəni müxtəlif totalitar imperiyaların, quruluşların, formasiyaların tərkibində sən bir ərazilərdə etnik topluluqlar, varlıqlar kimi yaşaya bilərsən. Amma millət kimliyin sənin dövlətə bağlıdır. Çox dərəcədə ondan çolğaşır, birbaşa asılıdır. Azərbaycan, yəni ən azı məsələn son 300 ilinə baxdığımızda xanlıqlar mərhələsi, ondan sonra Rusiya-İran savaşı, tariximizdə, taleyimizdə önəmli rol oynayan və ondan sonraki dönəmdə artıq quberniyalar sistemi, Cumhuriyyət zamanı, Sovetləşmə mərhələsi və ötən əsrin 60-cı illərindən sonra Ulu Öndərin hakimiyyətə gəlməsi artıq milli kimliyimiz üçün hələ bir imperiyanın tərkibində, nəzdində artıq gələcək müstəqilliyin fundamental təməllərinin formalaşması, ən azı ədəbiyyat kimliyi, tarix kimliyi, mədəni kimlik, yəni bu artıq özü yaradır sonraki dönəm üçün. Halbuki yəni xanlıqlarda da müəyyən vergi və daxili müxtəlif qaydalar vardı, ancaq onu sona qədər beynəlxalq məkana suveren bir dövlət kimliyi kimi təqdim edə bilmirdi. İndiki halda biz artıq müstəqil və bütöv Azərbaycana malikik, sahibik və Azərbaycanın son 35 ili Qarabağ dominantlığında keçib, o bizim milli kimliyimizdə, ictimai kimliyimiz, sosial kimliyimiz, siyasi həyatımıza hamısına təsir eləyib. Meydanlara mübarizəyə gələn partiyaların böyük əksəriyyəti Qarabağ dalğasında olub. Onların hamısının nizamnamələri, məramnamələri o məsələlərin üzərində olub. Dövlət uğrunda mübarizə də Qarabağ dalğasında keçib. Son 200 ilin, 300 ilin mübarizəsinə bu təsir eləyib. İndiki halda İlham Əliyevin liderliyindən Qarabağ fenomeni həmin mübarizə arealından, məkanından, coğrafiyasından çıxır. Qarabağ Azərbaycan termini müəyyən dövr üçün mübarizə silahı ola bilər və oldu da, birləşdirdi milləti. Bizim yəni Vətən savaşı dövründə əsas aparıcı devizimiz idi. Xalq ona tapınaraq səngərlərə və döyüşə gedirdi. Amma onu hər zaman demək artıq özü bir təhlükənin varlığı deməkdir. Qarabağ yaxşı mənada quruculuq məkanı kimi olandan sonra bu ona bənzəyəcək ki, Kürdəmir Azərbaycandır, Şəmkir Azərbaycandır deyəsən. Qarabağı da o kimlikdə qurucu bir məkan kimi qoyursan, amma dövlətin idealları və hədəfləri dəyişməlidir. İndi rifah, ədalət, hüquq kimliyi, karyera uğurları, texnoloji kimlik, buna daha çox güvənc gətirməliyik. İnsan hiss eləməlidir ki, elə bir məmləkətin evladıdır ki, o qalibiyyətdən ona pay düşüb, o evində, ailəsində, həyatında, gələcək evladlarının perspektivində o uğuru yaşaya bilir, o qələbəni yaşaya bilir, onu dada bilir, onu hiss eləyə bilir. Yəni, təkcə torpağın azadlığınla məsələ də bitmir. Bu çox önəmlidir, həlledicidir, amma onunla da bitmir. Ona görə suverenliyin 5 şərtindən biri də daxili suverenlikdir. Ona görə Ulu Öndər 77-ci ildə, 78-ci ildə qoy ədalət zəfər çalsın deyirdi. Yəni, torpaqlarının bütövlüyündə zəfər çalsın deyirsən, amma ədalətdə də onu təmin eləməlisən. Və o mənada biz, dediyin kimi, o millətləşmənin sonraki mərhələsində artıq biz xalqdan, topluluqdan, bir imperiyanın tərkibində yaşayan, sadəcə öz kimliyini dərk eləyir, amma sona qədər hüquqları yoxdur. Yəni, xarici siyasəti özü qorumur, vergi dərəcələrini özü təyin eləmir. Rəhbəri də özü seçmir, ona kimsə eləyir. Biraz öncə, sualınıza geniş cavab verdim, üzürlü sayasınız. Texniki Universitetin 5000-dən artıq məzununun artıq universiteti başa vurması ilə bağlı izdihamlı bir mərasimlə çıxıram. Paralelləri aparmağa mütləq məcburuq, o statistikalar özü tarixi mənzərəni aydın görməyə imkan verir. 1918-ci il, 1870-ci illərdə Qori seminariyasında gedən insanlarımızın sayı sadəcə yüzlərlə idi. 1918-ci ildə ali təhsilə qədəm qoyanlarımızın sayı cəmi 418 nəfər idi, qədəm qoyanların. Artıq 1955-ci ildə 900-dən artıq məktəb, yüzlərlə texniki peşə məktəbi və s. vardı. Bugün təkcə bir universitetin məzunlarının sayı 5000-dən artıqdır. Və Xəzərin qoynunda Kristal Hall kimi bir uğur mücəssiməsi olan bir mədəni Vision yarışında yenə də Avropa rəqabətində uğur qazanmış bir tədbirdən bir bina ərsəyə gəlir. Amma Bayraq meydanının çevrəsindədir. Mən o salona xitab eləyərkən dedim ki,
baxın, əslində bizim o soyqırımlar, faciələr hamısı millətin genetikasını və soyunu məhv eləmək üçündür, qıra bilmədilər. 5000 tələbə təkcə bir universitetdən və siz görün nə qədər indi bu günləri ali təhsil ocaqlarımız var və hər birinin məzunları cəmiyyətə atılırlar. Onların hamısı 100 ballıq şkalada 100 balla qurtarmayıblar. Hə, vətən müharibəsində, savaşda böyük imtahandan 100 bal aldıq. Bu millətimizin gələcək dövr üçün uğurudur. Amma nəyə gətirirəm misalı? Bundan sonraki dövr üçün biz elə etməliyik ki, qələbəni qoruyub saxlayaq və onu regionda genişləndirək, coğrafiyasını artıraq. Ermənilər 90-cı illərdə kimin yardımından asılı olmayaraq savaşın yəni qalibi kimi elan olundular. Amma onun coğrafiyasını genişləndirən, hamının uğuruna çevirən, kommunikasiyaların açılması, regionda rifah, Qafqazın inkişafına yönəldə bilmədilər, nəhayətdə məğlub oldular. Biz o erməni tələsinə düşə bilmərik. Qələbəmizin arealı genişlənməlidir, onu yaxşı mənada ixrac etməliyik. Zahid müəllim, cəmiyyətdə bəzən belə polemikalar aparılır və siz də yəqin ki, görürsünüz. Sanki hüquq və milli maraqları bir-birinə qarşı qoymaq cəhdləri olur. Ümumiyyətlə, böyük regional və qlobal təhdidlərlə üz-üzə qaldığımız dövrdə milli təhlükəsizlik mülahizələri ilə fərdin fundamental azadlıqları arasındakı incə sərhəd hardan keçir? Siz bu tarazlığı necə qiymətləndirirsiniz? Tural bəy, çox təşəkkür edirəm. Əslində siz yəni iki formasiya fərqini deyirsiniz. Sovetləri pisləyəndə onu ideoloji bir formasiya kimi üzərinə gedən qərb sosioloqları, politoloqları, ümumiyyətlə siyasətçiləri ən çox onu deyirlər ki, o fərdi imperiyanın vinciyinə çevirmişdir. Yəni cəmiyyət də, vətəndaş da, fərd də dövlət kimliyinin kiçik bir parçası idi, hissəsi idi. Dövlət marağı öndə idi. Və səni həmin o ideolojilərlə 20-ci ildə Sovetlərin ilk qurulduğu dövrdə başladılar müxtəlif təbəqələr adı ilə borçlamaqlar və s. repressiyalara uğratmaq. 37-ci ildə bu pik nöqtəsinə çatdı və millətlərin böyük bir elitası məhv edildi. Amma ondan sonraki dövrdə də başqa yəni fərqli adlarla hüququn səndə ikinci, üçüncü yerdə idi. Qərb liberal cəmiyyətlərini təsvirini və yaxud da ki, tərifini verəndə deyirlər ki, orada vətəndaş kimliyi, vətəndaş hüququ hamısından öndədir. Dövləti ona tabe etdirirlər. Lakin bu da açığı desəm ilğımdır və illüziyadır. Biz gördük, yəni 11 sentyabr hadisələrindən sonra Birləşmiş Ştatlar 150 min koalisiya qoşunlarını yaradıb Əfqanistanın üzərinə yeridilər. Amerika xalqından plebisit, referendum eləyib rəy aldılar ki, onlar lehinədirlərmi? İran savaşı ilə bağlı son yəni əməliyyatlar fonunda müxtəlif o rəy sorğu institutları o mövqəni təqdim edirdilər ki, əhalinin böyük bir əsarəti İrana qarşı savaşın əleyhinə idi. Klassik o Yunan və Roma dövründəki kimi xalqın səsi ilə hesablaşsaydılar, gərək müharibəni eləməyədilər. Ona görə də sərhədlər harda qurtarır, harda bitir, təhlükəsizlik maraqları önə çıxıbdır. Bu həqiqətdir. Və ona görə də dövlətlər, xüsusilə Azərbaycan kimi bir coğrafiyada 3 imperiyanın ağuşundayıq. Keçmiş Osmanlının bizə qardaş olan Türkiyə, Pers imperiyasının varisi olan İran və bu tərəfdə də Rusiya imperiyası ki, 8-9-cu əsrdən bu yana İqor Polkonun dastanlarını yazaraq öz ana dövləti Kiyev, Rus dövlətinin üzərinə də 4 ildən artıqdır ki, artıq 2-ci Dünya müharibəsindən çox çəkən bir vəziyyətə gəlib çatmaqdadır ki, bu müharibəni davam edirlər. Sən bu arealda ki, daim imperiyalar arasında əzilib, sən dövlət qurmalısan və onun hüquqlarını sənin dediyin kimi ən ucqarda dayanan Gədəbəydən Naxçıvana, Tovuzdan yenə də ən şimal və ya cənub ərazilərimizə qədər hüquqlarını təmin eləməlisən. Təbii ki, burada problemlər qat-qat çox olacaq. Amma sənin məhkəmən də, prokurorun da, icra hakimiyyəti rəhbərin də, parlament üzvün də öz millətinə məxsusdur. Bəzən açıq deyirəm. Belə fikirlər səslənir ki, bəlkə Sovetlərdə daha yaxşı idi başqaları bizə ağalıq eləyəndə. Bilirsiniz, 90-cı illərdə məşhur bir ifadə vardı. Mən öz millətimin avtoritar rəhbərini başqa millətin demokratından üstün tuturam. Bu bizim bir siyasətçiyə məxsus bir ifadə idi. Onun sözünü təkrarlamaq olmasın. Yalnız onu demək istəyirəm ki, əlbəttə biz problemləri özümüz aradan qaldırmalıyıq. Nəhayət başa düşməliyik ki, yaratdığımız çətinliklər hamımız üçündür. Nə qədər yaxşı mənada vətəni hamı üçün eləyəcəyik, necə ki, o dediyiniz triada sözündən bayaq da istifadə elədiniz.
dövlət, ordu, xalq birləşəndə biz qalib gəldik. Bunu daim saxlamaq lazımdır. Bu yalnız müharibə üçün birlik deyil. Təbii. Müharibəni qazanandan sonraki dövr xalq sənə gərək olmayacaqsa, ordunu ikinci dərəcəyə verəcəksənsə, yalnız dövlət kimliyinə irəli getmək çətin olacaq. Və yaxud da ki, ordunu qabardasan, yenə də xalqa və ya dövlətə ikincilik verəsən. Bəzi dövlətlər ancaq militarist bir modeldə qurulublar. Öncədən efirimizi başlamamış söz vermişdim ki, suallarınıza geniş cavab verməyəcəm, reqlamentinizi əməl edəcəyik. Yekun olaraq mən demək istəyirəm ki, amma qələbəni davamlı eləyəcək qüvvə xalqdır. Xalq. Gərək millət güclü olsun. Millət güclü olsun və həmişə qələbəsini ayaqda saxlaya bilsin. Zahid müəllim, qanunun aliliyinə inam səviyyəsi bu gün Qərbdə çox müzakirə edilir və biz artıq son dövrlərdə bir çox aksiyalar görürük, beyin mərkəzlərinin dərc elədiyi hesabatlara baxırıq. Ümumiyyətlə, qanunun aliliyinə qlobal inam sizcə aşağı düşübmü? Bir də mövcud sosioloji göstəricilər sizcə bu sahədə hansı tendensiyaları ortaya qoyur? Tural bəy, biz sizinlə bərabər bu tədqiqat işini elmi əsaslarla illər ərzində aparmışıq və dediyiniz qərb ölkələri sosioloji institutların daha çox geniş yayıldığı və transatlantik, trans-Avropa, transkontinental belə formatda titullu adlarla bu beyin mərkəzi siyasi institutların ən güclülərini yaradıblar və dövlətlərin qərarlarına da onlar güclü nüfuz edə bilirlər. Ona görə də Amerikanizm güclüdür, Anglo-Saks sistemi güclüdür, Roma klubları, Bilderberg klubları güclüdür. Və dünyaya da öz geosiyasi planlarını diktə eləyirlər. Ancaq bununla bərabər mən sizə deyə bilərəm ki, hüququn və qanunun aliliyi sistemi o ölkələrin özünün daxilində həqiqətən də güclüdür və vətəndaş öz haqlarını məhkəmə və digər instansiyalarda qoruya bilir. Siz bunu görəcəksiniz ki, Alman vətəndaşı ən mühüm vəzifə daşıyıcısını çox rahatlıqla məhkəməyə verər və deməli, Friedrich Wilhelmdən bu yana Osmanlı imperiyasındakı kimi, yəni qazi hökmdarı uddu və yaxud da ki, dəyirmançı Wilhelmi uddu məhkəmədə qazandı, bu məhkəmə ədalətinə işarədir. Elə mənzərəni görəcəksiniz. Amma Sovet termininin demək də istəmirəm, o cür təsir bağışlamasın. Amma onlar beynəlxalq məkanla münasibətdə imperialistdirlər, sümürgəndirlər, hüquq tanıyan deyirlər. Onların salonlarında biz 30 il ərzində haqdan və ədalətdən danışmışıq və bayaq sualınıza unutdum bu sözü deməyə. Tural bəy, siz çox gəncsiniz, amma sizə tam əmin eləyirəm. Azərbaycan xalqı haqlı olduğu üçün qalib gəldi. Hüquqa dayandığı üçün qalib gəldi. Qanunu fəaliyyət üzərində bütün mübarizəsini qurduğu üçün qalib gəldi. Bizim haqq söykəncəyimiz olmasaydı, bu yükü yerdən qaldırmaq mümkün olmayacaqdı. Azərbaycan xalqı inanırdı ki, Qarabağ torpağı və ümumiyyətlə o ərazilər bizimdir. Ona görə o cür savaşdılar. Oğullara da onu ötürə bilmişdilər. Ona görə də bu gün dünyada ən çox korroziyaya uğrayan və defisit olan hüquqdur, qanun sistemi. Və deyirlər, onda Festfaliya sistemi iflasa uğrayıb. Yəni heç olmasa Millətlər Liqasını yaratdılar 19-cu ildə Versal sülh müqaviləsindən sonra, amma deməli Reich, 3-cü Reich niyə quruldu? Adolf Hitler niyə hakimiyyətə gəldi? Dedi ki, Almaniyanın əsas Ruhr vilayəti və digərlərini ələ götürmüsünüz. Orada da yaxşı kömür var, ən varlı ərazilərdir. Mən onu verməyə razı deyiləm. 33-də gəldi hakimiyyətə. Məğlub xalqlar həmişə yaxşı mənada millətçilik doğururlar. O 45-ci ildə Almaniyanı iki yerə böldülər. Amma Almaniya 90-cı ildə birləşdi. Və onlar qansız birləşdilər. Sülh yolu ilə gedərək birləşdilər. Azərbaycan bütövlüyünü qanla əldə edib. İndi hüquqla qorumaq. İlham Əliyev parlaq nitqlərindən biri odur ki, deyir ki, mən çox o belə necə deyim, əminliyim belə bir iradə inamım vardı ki, qanunlar bizə hər şeydə xilas eləyəcəklər. Mən elə düşünürdüm.
Amma ordunu da düşmənin üzərinə biz qanunla qaldırdıq. Ancaq o təşkilatlar ki, qanunun keşiyində dayanırdılar, 75-ci ildə ATƏT yarananda Avropa arealı üçün təhlükəsizlik arealı idi o. İkinci Dünya müharibəsindən sonra BMT-ni təsis elədilər. O 5 daimi üzv oldu. Gördülər ki, bu dünya üçün keçərlidir, amma 75-də Avropa üçün deməli Stalinlə o mirası davam edənlər Sovetlər Birliyi ATƏT-i yaratdılar. Amma ATƏT hansı siz indiyəcən xatırlayırsınız ki, bir konflikti başa vursun və o haqlara məcmuədə desin ki, gəlin torpaqlarınıza sahib olun. Ona görə də hüquq sistemi qlobal mənada təhlükəsizlik üçün də devalvasiya uğrayıb və indi yeni dünya nizamı qurulur, amma açığı deyim, indi hələ nizamsızlıqdır. Ona görə də mən çox arzulayıram sizə ki, bir daha müharibə görməyəsiniz, şəhidlər görməyəsiniz, torpaq itkilər görməyəsiniz, köçkünlük görməyəsiniz, qaçqınlıq görməyəsiniz və nəhayət hüquq doğrudan da region üçün işləsin. Axırıncı bir cümlə, cənab prezident deyir ki, Cənubi Qafqaz niyə belə geri qalıb? Həqiqətən. Görün, nə qədər bütün sahələrdə geriliklər var. Nə qədər kommunikasiya şirkətləri bu ərazilər üzrə inkişaf edirdi. Bayaqları kiçik bir məlumat oxuyuram ki, Aztelekom Ermənistan telekommunikasiya sistemi ilə müqavilə imzalayıb. Amma bundan əvvəl çarizm dövründə İran Astanasına bizim Astaradan keçib gedərək həmin o Naxçıvan daxil dəmir yol xətləri qurulmuşdu da 1898-ci ildə. Bunlar bu dəmir arteriyalar regionu çalışdırırdı. Qan dövranı idi. Sən o qan dövranlarını dayandırmısan, cəmaata da deyirsən inkişaf elə. Avropada Norveçin yerində yaşamağa nə var ki? İsveçin yerində də yaşamağa nə var ki? Ümumi Avropa xoşbəxtliyindən onlara da pay düşür, onlar ondan mənfəət götürürlər. Hamımız deyir ki, Norveçin Rifah Fondunda $1 trilyon pul yığılıbdır. Səninsə regionun hər yerindən müharibə damır. Hər yerində müharibə yaşanır, indinin özündə. Qarabağı sevinməyə imkan tapmamışıq, Rusiya-Ukrayna müharibəsi oğullarımızı alır orada. Bu tərəfdə İran. İsraillə savaşa və əslində Amerika ilə İran savaşır. Bax, ona görə də mən demək istəyirəm ki, biz bu yeni dönəmi təki hüququ yaşayıq. Zaten yeni dünya düzenindən danışdıq. Siz bunu biraz siyasi termin kimi istifadə elədiniz, amma həm də biz bilirik ki, bu gün süni intellektdən sonra big data dediyimiz böyük verilənlərin və kiber məkanın fərdin şəxsi həyatını getdikcə daha şəffaf etdiyi bir dövrdə yaşayırıq. Sizcə rəqəmsal insan hüquqları haqqında ayrıca qanunvericilik paketinə ehtiyac yaranacaqmı? Nəinki yaranıb, artıq proses özü çox ciddi çağırışlarla Avropa, o cümlədən Birləşmiş Ştatlar o sahədə kiber məkan, kiber təhlükəsizlik, kiber təhdidlər, kiber ordular eyni ilə onu real coğrafi orduların bir hissəsinə çevrilib. Sizinlə ötən dəfə xatırlayıram, Sayın Erdoğanın o ifadəsini gətirmişdik ki, yəni coğrafi vətən, bu hamı görür onu, mavi vətən sulardır, dənizdir, o da görünür. Kosmik vətən sonraki əməliyyat məkanı kimi əlavə olundu. İndi artıq kiber vətən, bu da həmin o coğrafiyanın, kosmik sistemin və suların bir hissəsidir. Rəqəmsal hüquqlar çox önəmli bir məsələdir. Parlamentin artıq gündəliyində son 4 ayda 3-cü, 4-cü layihələrdir. Əminəm ki, kiber məcəllə böyük bir sənəd kimi bu sferaya gələcəkdir. Cənab Prezident Rəqəmsal İnkişaf Şurasını yaradaraq, hörmətli Mehriban xanımı da bu strateji sahəyə bilavasitə rəhbərlik eləməyinlə 2003-cü ildə Ulu Öndər ilk təhlükəsizlik və informasiya sahəsindəki çağırışları imzalamışdı. İndi isə artıq dediyimiz yeni tələblər qarşısındayıq. Kiber sfera terrorçular üçün cinayəti asanlaşdırıb. Cinayətin sənayeləşməsi deyilən bir termin var. Yəni sən bu tərəfdə dünya çapında qlobal sistemi qurub hamıya nəzarət edirsən. Bu tərəfdə də terror birləşmələri, kiber qüvvələr o sferada necə deyim, puxtələşirlər, kamilləşirlər, öz işlərini gücləndirirlər. Oğurluq və digər xarakterli cinayətlər, deep fake-lər. Görürsünüz, bu fake news-u Trump sevə-sevə deyirdi. Çünki CNN kanalı nə vaxt açırdın, onun əleyhinə danışır. Saxta xəbərlər. İndi artıq deep fake daha yəni ayrılması real formada çətindir. Ona etiketləşməklə də et. Üzərinə xüsusi başqa işarələr də vurur. Nə edirsən et? Sadə abivatel cəmiyyətlər üçün misilsiz qaydada bu fabriklər, bu fake
məhsulları istehsal edilir kütləvi dövriyyəyə. Bir anın içində milyonlarla kontent dövriyyəyə çıxır. O işini görüb həmin adamlar haqqında obraz yaradandan sonra ki 90-92% siyasətçilər, jurnalistlər, media təmsilçilər və s. məruz qalır həmin o hücumlara. Ona görə də rəqəmsal hüquqlar artıq digər sferadakı, yəni sənin mənzil, məişət və digər vətəndaş haqlarının ayrılmaz bir hissəsidir. Biz onu nə dərəcədə inkişaf etdirə biləcəyik? Yəni saxta xəbərlər, saxta məzmunlardan, xüsusilə də qeyri-əxlaqi məzmunlardan özünü qorumaq imkanı asan deyil. Burada səngər coğrafiyadakı kimi belə bir xüsusi olaraq qazıla bilmir. Milyonlarla bir ölkədə dayanmısan, ikinci ölkədə saxta akkaunt yaratmısan, üçüncü ölkə üzərindən ona hücumlar edirsən. Burada coğrafi yayğınlıq var və o sferada da mükafat var. Orada daxil olmusan, rəqəmsal sakinsən və oranın da öz imperiyası var, qruplar. Meta korporasiyasının təkcə birinin 1.5 trilyon dollar aktivlərinin qiymətidir. Bu təxminən 40 ölkənin, orta statistik ölkənin ümumi daxili məhsulundan artıqdır. Şərtləri onlar diktə edirlər. Bizim evladlarımız həmin məkanın sakinləridirlər daha çox. İndi istəyir dövlət o sfera ilə də bağlı qanunvericilik bilirsiniz ki, müəyyən bir tənzimləyici addımlar atılır, amma böyüklərimizin daha çox ona ehtiyacı var. Hər birimizin həyatı, bütün məlumat kütləsi ondadır. Mən sizə deyim ki, süni intellekt ifadəsini dediniz, mən ən çox hər birimizin həyatında qlobal dəyişikliklər yaradır. Yaxın 2 il ərzində dünya iqtisadiyyatında 30-35%lik onu tətbiq edənlər, o cümlədən İslam coğrafiyasının 17 ölkəsi onu tətbiq edir. Mühüm nəticələr qazanacaqlar. Amma bu tərəfdən də rəqəmsal bərabərsizlik deməli daha çox təhdid eləyir bəşəriyyətin həyatını. 6 milyard insan internetdən istifadə edə bilir, 2.2 milyardı yox. Dünyanın süni intellekt məhsullarını həmin o qlobal hökmran dövlətlərin 90% onların əlindədir. Bütün o 10% sistemi isə digər 90% ölkələrin payına düşür. Bax, bu rəqəmsal bərabərsizlik sonra iqtisadi, sosial, mənəvi düşüncə sisteminin də bərabərsizliyini yaradacaq. Əmək ehtiyatlarına çıxışı da onlar yaradacaq. O cümlədən kiçik xalqların dilində kontentlər hamısı əsasən Çin özünün süni intellektlərini yaradıb, Amerika özününkünü və ingilis dilli kontentlər diktə eləyir. Bütün məsələlərdə onların mövqeyi hökmrandır. Kiçik xalqların dili də basılır. Nəinki əmək resursları, iqtisadi resurslar qeyri-bərabər paylanır. Bu mərhələdən də Thomas Piketty 21-ci əsrin deməli Marksi kimi Nobel qazandı. O dedi ki, dünyada var necə bölünüb əsrlər ərzində. Və onu kəşf elədi ki, bu IT держavaları, belə hökmranları əsas bu dövrün sərvətini onlar götürürlər əllərinə. İndi bəlli oldu ki, süni intellektdən sonra da onlar götürürlər əllərinə. Və siz görürsünüz, Elon Musk Trumpla Çin-Çinə hərdən adam elə gəlir ki, Birləşmiş Ştatları Elon Musk idarə eləyir. Yəni, onlar tamam bir fərqli məkanın, formasiyanın, qitənin, o da qitə termini deyirik, məncə heç o da onu tam ifadə eləmir. İndi kiber sözü hələ ki bu 50 ildir yaradılıb, amma 80-ci illərdən daha çox məşhurdur. Kiber qalxan və kiber qılınc. Son dövr cyber shield terminindən daha çox istifadə edirlər. Sən bunu necə tutacaqsan? Sən nə qədər qüvvələr yaratmalısan ki, bunun hamısını təmin edəsən? Ona görə də rəqəmsal hüquq məsələsi dövlətlər üçün, millətlər üçün bu dəqiqə ən böyük kimlikdir. Zahid müəllim, təşəkkür edirəm. Söhbətimizin davamını verilişimizin ikinci hissəsində sizinlə edəcəyik. Məmnuniyyətlə.